Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccil vəliyyəkəl fərəc. Məkasib kitabında qeybət bölümündən 50-ci dərsi oxuyuruq. Və mərhum Şeyx Murtəza Ənsari qeyd elədi ki, neçə yerdə qeybət eləmək icazəlidir. O yerlərin biri də o yer idi ki, dünənki dərsimizdə oxuduq. Əgər bir nəfər digər bir şəxsdən zərəri uzaqlaşdırmaq üçün, onu qorumaq üçün, onu hifz eləmək üçün qeybət eləsə, bu icazəlidir. Belə ki, mərhum Şeyx Murtəza Ənsari tarixi bir misal vurdu ki, İmam Sadiq əleyhissalam bir məclisdə idi. O məclisdə öz şagirdi və səhabəsi Zürarə İbn Əyəni pislədi və Zürarənin oğlu o məclisdə idi. İmam Sadiq əleyhissalamın onun atası haqqında dediyi sözləri eşitdi və narahat oldu. İmam Sadiq əleyhissalam o məclisdən çıxandan sonra gəldi evinə və Zürarənin oğlu da getdi öz atasına məlumat verdi ki, İmam Sadiq filan məclisdə sənin haqqında bu sözləri deyirdi. Zürarə oğlunu göndərdi Həzrətin evinə, qapısına ki, onun hikməti nədir və narahat oldu. İmam Sadiq əleyhissalam orada oğluna bu sözləri dedi. Mərhum Şeyx Ənsari bu sözlərin mətnini nəql eləyir burada. Ki, İmam Sadiq əleyhissalam Zürarənin eyiblərini, yəni onu pisləməyin fəlsəfəsini deyir, məqsədini deyir ki, mən niyə Zürarəni pislədim, mən niyə Zürarənin dalıcı qeybət elədim. Ona görə də Həzrət Zürarənin oğluna Əbdullah İbn Zürarəyə deyir ki, mənim bu sözlərimi atava çatdır. İqrə minni ələ validəkə səlam. Birinci dedi, Əbdullah, mənim tərəfimdən atan Zürarəyə salam getir. Fəqulləhu və ona de. İnnəmə əyubukə difaən minni ənkə. Həzrət buyurdu, ey Zürarə, mən yalnız və yalnız səni o məclisdə eybləndirmişəm, sənin qeybətini eləmişəm. Niyə? Difaən minni ənkə. Öz tərəfimdən səni qorumuşam. Fə innən nasə yusari'unə ilə kulli mən qərrəbnahu və hamidnahu. Həzrət buyurdu ki, Zürarə, insanlar, təbii ki, bu bütün insanlara aid deyil. Yəni, o insanlar ki, bizi istəmirlər, bizimlə düşməndilər. Bəzi rivayətlərdə var, o məclisdə xəlifənin casusları var idi. Xəlifə tapşırmışdı ki, baxın, İmam Sadiqə kim yaxındır, İmam Sadiqi kim çox istəyir, kim ona məhəbbət eləyir, onların siyahısını bizə xəbər verin, ta biz onlara zülm eləyək, onları qətlə yetirək. Həzrət də ona işarə eləyir. Zürarə, fə innən nasə yusari'unə ilə kulli mən qərrəbnahu və hamidnahu. Ki, insanlar, yəni bizim düşmənlərimiz sürətlə o şəxsə tərəf gedirlər ki,
biz onları özümüzə yaxın bilirik və biz onları tərif eləyirik. Niyə gedirlər o şəxsə tərəf? Li-idxalil əza aleyhi, ta ona əziyyət eləsinlər. Ki, biləndə ki, bizim tərəfdarımızdılar, ona əziyyət eləsinlər. Fîmən nəhubbuhu və nuqarribuhu. O şəxslər ki, biz onlara məhəbbətimiz var, onları özümüzə yaxın bilirik, onlara əziyyət eləyirlər. Və yuzəmmunəhu li məhəbbətinə ləh, və məzəmmət eləyirlər o şəxsi ki, əgər biz ona məhəbbət eləsək. Və qurbuhu və dunuvvuhu minna, ki, o şəxslər ki, bizə yaxındılar, biz onları özümüzə yaxın bilirik, onları məzəmmət eləyirlər. Və yərəvunə idxalul əza aleyhi və qətləhu, və həmən şəxsə əziyyət eləmək, onu qətlə yetirməyi bunlar icazəli bilirlər. Və yəhmidunə kullu mən əyyəbnahu nəhnu, amma hər o şəxsi ki, biz eyibləndiririk, biz pisləyirik, həmən bizim düşmənlərimiz gedirlər, onun haqqında tərif deyirlər. Yəni, sevdiklərimizə əziyyət eləyirlər, pislədiklərimizə hörmət eləyirlər. Mən də İnnəmə əyubükə, mən də səni ona görə eybləndirdim, ona görə sənin dalıca danışdım ki, ləənnəkə rəculun, çünki sən bir kişisən, iştəhərət minna bimeylikə iləyna, sən insanlar arasında məşhur olubsan bizə meyl eləməkdə, bizə məhəbbət eləməkdə. Və əntə fizalikə məzmumun qeyru məhmudul əmr biməvvətətikə ləna. Elə ona görə də əgər bilsələr bunu, mən sizin haqqınızda tərif desəm, onda sizin işinizi həmən insanlar bəyənməzlər, sizi məzəmmət eləyərlər, bizə məhəbbət elədiyin üçün. Və meylikə iləyna, bizə meyl elədiyin üçün. Əhbəhtu ən əyubükə, mən də bu nöqtədən ki, istədim sizi eybləndirəm, liyəhmidu əmrəkə fiddin və eybikə və nəqsikə, ta səni bu dində sənin işlərivi bəyənsinlər. Çünki mən səni nöqsanlandırsam, səni eybləndirsəm, onda sənin gördüyün işləri həmən insanlar tərif eləyərlər, bəyənərlər səni. Və yəkunu zalikə minnə dafiun şərrəhum ənkə. Elə buna görə də mənim bu işim öz tərəfimdən səni o insanların şərrindən qorumaqdır. Necə ki, yəqulullahu əzzə və cəl, Allah təbarəkə və təala Həzrəti Xızrın əhvalatında Quran-ı Kərimdə buyurur ki, eşidibsiz o qıssəni, Həzrəti Xızr gəlir, girir dənizdə bir gəmini deşir, bu gəmini eybləndirir. Niyə? Quran-ı Kərimdə Allah buyurur, və əmməs səfinə, amma o gəmiyə gəldikdə ki, Həzrəti Xızr onu deşdi, fəkanət li məsakini, o gəmi miskinlərin idi. Çünki o qıssəni siz Həzrəti Musa ilə Həzrəti Xızrın qıssəsini bilirsiniz ki, Həzrəti Musa getdi, Həzrəti Xızrla görüşdü və Həzrəti Xızr buna dedi ki, mən nə iş görəcəyimsə, onların illətini soruşma məndən. O işlərdən biri də bu idi ki, Həzrəti Xızr gəldi, o gəmini deşdi, su girdi gəminin içinə. Həzrəti Musa sual elədi, sən bu gəmini niyə deşdin? Cəmaət bundan istifadə eləyirdi. Allah burada onun hikmətini açıqlayır. Buyurur, fəəmməs səfinə, amma o gəmiyə gəldikcə, fəkanət li məsakinin, o gəmi fəqirlərin idi, imkansız miskinlərin idi. Yə'məlunə fil bəhr, ki, o gəmi ilə dənizdə iş görürlər. Fəərəddu ən əyibəhə, mən iradə elədim ki, onu eybləndirim o gəmini,
deşməklə. Və kana vəraəhum məlikun. Çünki orada bir məlik var idi, bir şah var idi ki, ya'xuzu kulla səfinə qəsbən. Hansı gəmi ki, düz idi, eyibsiz idi, hansı gəmi ki, belə deyək, yararlı idi, o məlik, o padişah onları qəsb olaraq alırdı insanların əlindən. Amma Həzrəti Xızır, yəni Allah istədi Həzrəti Xızırın vasitəsilə o gəmi deşilsin, eyiblənsin da o şah onu almasın, o fəqirlərin əlində qalsın. Yəni, fəqirlərin malını Allah qorudu Həzrəti Xızırın vasitəsi ilə onu deşməklə. İmam Sadiq əleyhissalam Zürarəni o gəmiyə bənzədir. Buyurur, o gəmi ki, necə suların içinə girir, dəniz içinə girir, suları yara-yara gedir. Deyir, Zürarə, sən də hidayət gəmisinə o cür girirsən. Sən elmlisən, alimsən, bizə məhəbbətin var, gedirsən, din təbliğat eləyirsən. Elə bil o gəmi dənizləri yardığı kimi, sən də hidayət sahəsində o cür yarırsan və gedirsən. Necə Allah o gəmini qorudu, istədi müsəlmanların əlində qalsın, o fəqirlərin əlində qalsın. Mən də səni eyibləndirməklə istədim sənin qanını qoruyum, istədim səni hifz eləyim, istədim səni o zalimlərin şərrindən qoruyum. Hazət tənzil min indillah. Buyurur, bu ayə Allah tərəfindən nazil olur. Əla vəllahi ma abəhə. Buyurur, bil ey Zürarə, agah ol, and olsun Allaha. O gəmini Həzrəti Xızır eyibləndirməzdi, Allah onu eyibləndirməzdi. İlla likey təsəlləmə minəl məlik və la toxsəb əla yədeyhi. Ta Allah istədi, o məlik, o şah, o gəmini almasın fəqirlərin əlində və onu əlləri ilə qəsb eləməsin. Və ləqəd kanət salihətun leysə lil-ayb fiyha məsağun. Əgər o gəmi sağlam olsaydı, eyib olmasaydı, onda bir dənə yol yoxdur ki, şah onu saxlasın. 100% şah onu alacaqdı. Vəlhamdülillah. Fəfhəmül misl. Ya məsəl, rəhiməkəllah. Həzrət buyurdu, Zürarə, sən bu misalı anla. Mən bu misalı ki vurdım, sən bunu anla. Sən də o gəmi kimisən. Fəinnəkə əhəbbun nas iləyyə. Zürarə, sən insanların içində mənə ən məhəbbətlisisən. Yəni, insanlar içində ən çox səni istəyirəm. Və əhəbbu əshabi əbi iləyyə həyyən və məyyitən. Və eyni zamanda atamın, yəni İmam Baqirin səhabələrinin içində də sən mənə daha məhəbbətlisən. Çünki Zürarə həm İmam Baqiri görmüşdü, həm İmam Sadiqi. Özü də Həzrət buyurur, istəyir atamın dövründə o dəstəyi ki, atam İmam Baqirə iman gətirmişdilər, o dəstə ölmüşlər ya dirilərin içində, fərqi yoxdur. Onların hamısının içində sən mənə ən məhəbbətlisisən. Və innəkə əfsəlu sufnu zalikəl bəhril qəmqam. Zürarə, sən bu su ilə dolu dənizin içində gəmilərin ən fəzilətlisisən mənim üçün. Yəni, təbii ki, burada Zürarəni gəmiyə oxşadır, hidayət gəmisi. Yəni, sən o insanlar ki, din təbliğat eləyirlər, onların içində ən fəzilətlisən. Qəmqam, yəni su ilə dolu. Bəhrul qəmqam, yəni o dəniz ki, su ilə doludur. Yəni, o hidayət ki var insanların içində, insanlar ki, hidayət eləyirlər, onların içində ən yaxşı hidayət eləyən, ən yaxşı marifləndirən fəzilətlisi sənsən Zürarə. İfə innəkə əfzəlu sufnu zalikər bəhril qəmqan əz-zaxir və innə vəraəkə. Və yadında saxla Zürarə,
sənin arxanda ləməlikən zəlumən qəsubən, bir şah var, bir xəlifə var, həm zalimdir, həm qasibdir. Əgər mən səni haqqında eyibli sözlər deməsəydim, qeybət eləməsəydim, səni öldürərdilər. Yərqəbu uburu kullu səfinətun salihə. Həmən zalim və qasib olan şah hər salihə bir gəminin təqib eləyirlər. Yenə də Həzrət burada Zürarəni sağlam bir dənə gəmiyə oxşadır. Yəni səni evləndirməsəydim, səni tərif eləsəydim, həmən zalim şah qasib səni təqib eləyərdi. Tərid min bəhril huda, elə ki bir gəmi ki sağlamdır, salihdir, elə ki hidayət dənizinə düşdü və zalim şah onu aradan götürər. Yəni sən elə bir gəmi kimi hidayət dənizinə, yəni insanları hidayət eləməyə başladın, səni aradan götürərdilər. Liyəxuzəha qəsbən və yəğsib əhləha, və səni qəsb olaraq götürərdilər. Və əhlini qəsb olaraq, əhli yəni sənin şagirdlərin, sənin yaxınların. Fərəhmətullah aleyk həyyən və rəhmətullah aleyk meyyitən. Ey Zürarə, Allahın rəhməti olsun sənə diri halda ya ölü halda. Yəni dünyadan getsən də Allah səni bağışlasın, diri də qalsan Allah səni bağışlasın. İlə axiril xəbər. Ta rivayətin sonuna qədər Həzrət bu sözləri Zürarənin oğluna dedi ki, sözlərimi atanı Zürarəyə çatdır günən. Mərhum Şeyx Murtəza Ənsari bu mətni, bu rivayəti gətirir, bildirmək istəyir ki, bəli, bir nəfəri qorumaq üçün, bir nəfərin qanının tökülməmək üçün, zalimdən qorumaq üçün onun qeybətini eləmək olar və icazəlidir. Elhamdülillah Rabbil aləmin.